Salam dostlar, necəsiz? Ümid edirəm, yaxşısınız dostlar. Dostlar, gözlədiyiniz El Clasico gəldi. Yenə qabağımda Yusuf və yenə udma qarşısıyla meydandayıq. Uşaqlar, istədiniz Roblox videosu 20 dəqiqəyə partlayış yaşadı. Bir dənə kimsə istədi bizdən videonu. Biz də onun qəlbini qırmadıq və videonu çəkirik. Siz də video fikirlərinizi alta yazıb nə videosu istəyirsiniz onu deyə bilərsiniz. O videonu mən çəkəcəm. Sadəcə like atıb abunə olmağı unutmayın. Bu videonu biz bəlkə 14:23-də çəkirik, amma siz bu videonu bəlkə də 18:00-dan sonra bəlkə də görəcəksiniz bu videonu. Və mən ümid edirəm ki, bu oyunda udacağıq və El Clasico'da 2 dəfə 2-də 2, 3-də 2-yə, 3-də 3-ə gedirik. Belə bu gedişlə və başlayırıq. Uğurlar hər iki komandaya. Yusufə də, mənə də uğurlar. O da videodadır bəlkə də. O bəlkə də indi atacaq, bilmirəm. Oyunumuz başladı. Ya Allah'ın adı deyirik və oyun başlayır. Oy dostlar, El Clasico'dan danışırsınız siz. Siz El Clasico'dan danışırsınız. Batistuta'dan yok deməyəm. El Clasico hesab 1-0. Van Dijk özü belə şokdadır. David Raya möhtəşəm qapıçılıq göstərir. Əla qapıçılıq göstərir. Amma qarşı durulmaz zərbənin qabağı biraz çətindir. Və o çətinliyi də burada boy atıb göstərir. Tavan pasına baxın, Batistuta'nın pasına baxın. Amma bu kimin pası idi? Messi'nin pası yaraşmadı və top çıxma. Oy, trenin sürətinə baxın. Yamal şığıyır meydana. Yamal ortasını qaldırır. Messi. Düşdü onlara, yenə onlardadır və çöl. Qapımız qarşısında təhlükə yarandı, amma atlatdıq. Yusuf, qəzəbli gəlirlər. Kan efsane. Oy, inanılmazsız müdafiə, inanılmazsız Kan. Siz El Clasico diye bu bir qırğın. El Clasico bunun yanında heç bir şeydir bəlkə də. Yamal sürətlənir, Oreli. Batistuta'nın qolu Barsaları çox qəzəbləndirib. Qapımız qarşısında həddən artıq çox böyük təhlükə var. Gabriel Batistuta topa sürətlənir. Van Dijk qoymur, Steven Gerrard. Və Şevçenko'nu icazə vermirik. O Konci, Raul bizə nə deyək, oyun qəhrəmanı deyək. Keçən oyunun ilk videomuza baxa bilərsiniz. Oyun qəhrəmanı adlandırırıq onu biz. Oreli'dən əla müdaxilə. Gerrard, Raul, Batistuta. Kaptırdık ama hadi Batistuta. Kaymış, çox yavaş zərbədir. David Raya isə bunu çıxarmaqda belə deyə çox da yəni ki əziyyət çəkmədi, amma əla save kimi bunu yaza bilərik. Və burada belə epizod elə Raul bizi gözümüzdə Batistuta. El Clasico hesab 2-0. Yusuf çox geridədir. Artıq 2-0 geriyə düşdü yenə. Çox da yox, amma geridədir. Gerrard, Batistuta.
Ejdahadır o. Oreli çata bilmir Yamala. Oreli. Ve Hüseyin. Elo oyun. Ve o liseden Hacıdan Oreli. Hele Golster Batistuta. Hat-trickster Royo. Neyi çıkardır? Okanji Oreli. Elo. Batistuta çox oyun keçirir. Və cərimə zərbəsi Yamal. Heç bir şey belə yoxdur. Heç bir xəbərdarlıq belə yoxdur. Nə davam. Messi buradan sınasa da məncə Oliver Kahn güclü bir qapıcı olduğuna görə buraxmaz və əla sınamışdı bu arada. Hacı ortaya girir. Batistuta'nı qıraqda sürətlənmişdən görür, paç uzaqlaşdırır. Olisi'dən atır, keçmək istərdi amma atıb keçmək bacarmır. Batistuta alınmır. Gerrard. Oreli. Elo. Oreli. Ve Yamal. 2-1. Vurdular. 2-1. Eyb yok. Helal oldu. Ve indisi Oreli'den biz kazandık topu. Oreli topu uzaklaştı. Haaland'a gelir. Haaland'dan. Kan efsanedir o. Bir efsane kimi tanınır. Bütün dünya gözün çoktan tanıdı bonusda o. O zərbəydi amma. Azdır o ya. Çox çətinlik çəkmədi o zərbəyə bəlkə. Hüseyin. Yamal indirir. Hacıdan Batistuta. Ya getmir top. Hüseyin'e getmir. Hüseyin sürətlənir. Messi'ye gelir top. Messi'den David uzaklaştırır ve Oreli. Ve Yamal o taraf bu taraf axırı bizə qalır. Qapıdan zərbə. El Clasico'da 2-1 Batistuta. Darma zərbəleriyle Barçanın qapısına yol tapır. Kəlləsindən danışaq, bəlkə zərbəsindən danışaq. Çox əla bir oyuncudur. Və özünü də göstərir bu oyun. Və Hüseyin sürətlidir. Və Lamin Hacıdan paça alır. Hüseyin. Ey sana Hüseyin. Hacıdan Batistuta'dan vurur. O top bizdə qalır amma offside olacaq idi. Onun üstə Batistuta'ya getsəydi. Və itirir topu. Bu böyük səhvdir amma bizim Akanji yerində sakit durmur. Paça qapır. Və Steven Gerrard. Allah. Ama Batistuta Van Dijk Batistuta'dan.
Van Dijk. Tabakan Oreli bizden. Bizden. Batistuta. Raul. Ağlanmır. Şu an elimdeydi. Video saklandı. Tabi zaten altta hiçbir şey yok. Her şey qaydasında da 2-2'dir. Oliver Kahn. Ve qabağa dikir tapı bir dəqiqə. Sıkıştırsak belki de birim belki. Yok o gelir. Yusuf gelir. Yusuf. Oreli Shevchenko. Ve bitti. Birinci sayımı 2-1 hesabıyla bitiririk. Ve Shevchenko başlıyor. Van Dijk, Olise, Akanji, Yamal'dan alır, Oreli. Alınmır. Olise çok süratli oyuncudur. Batistuta'yı görür. Batistuta'ya gelmir. Yavaşlar. Dönüp vurmak bacardı. Ama o kadar. Kon! Oy ne serbest kurdu. Oreli vermir. Kornere yoktur. Ham 2-2 belki de gözlerdi ama kan der mən çox güclü qapçıyam. Danışır. Ve 2-2. 2-2. Belki de boş toplarda yedik. Boş toplar. Raul. Yamal'dan elini alır top. Raul. Ve hakkımızda derik. Ve artık bunu atacağım. Hacı'dan dönen topu Hacı'nın olması da o golü biz vurmalıydık. Hacı'nın da şu gol olmalıydı. O gol olması da Olise gola çevirir episodu. Raya kabağa dikecek ama olacak. Patraya gidecek. Patro. Paslaşa çıkmak istəyirlər. Allah prezent Batistuta'dan. Ve Yamal top alır. Tehlikeli episoddu. Ve Patro topun qabağını yenə kəsir və yenə deyirlər. Elin müdafiədir Patro'da. Hiçbir şey yoktur. Deyir hakim alanda. Mbappe. Hesap 3-3. El Clasico hesap beraberleşir yeniden. Batistuta. Ela paslaşma. Batistuta. Batistuta özün görsədir. Batistuta. Arkadaşlar çok problemler olur bu videoda. Başlayın. Ben hiç değil. Ve Yamal. Mbappe Akanji gelir Akanji. Yamal. Messi'ni görürəm.
Batistuta orada görme. Top bizde kalır. Ve. Raul'un pası Olis'e. Ve uzaklaştıracağım. Çünkü böyle hücuma çıkmak olmur. Bəlkə belə paslaşmaqla sınadıq. Altın yenə sınayıram, görüşsə olmur. Ona görə 70'den sonra artık paslaşma yok, uzaklaştırma planıyla ilerleyirik. Ve Yusuf'un ortası Şevçenko'nu değerlendirir ve bizim növbəmizdir indi Şevçenko'nun. Bizim Şevçenko danışmağın növbəsidir. Ve çağırırıq. Şevçenko da gəlir. Ve Batistuta verir. Şevçenko! Oy! İnanabilmirsiniz. Siz bu El Clasico'ya inanabilmirsiniz. Ama bu doğrudur. Ne görürse doğrudur. Madridler öndedir. Ve Hüseyin Şevçenko. David Raya. Raya elə topları bırakır, elə topları tutur ama. Ve uzaklaştırma prosesine geçtik. Şevçenko. İzleyin buna, gelip. Şevçenko'nu saxlamaq çətin işdir Yusuf üçün indi. Ve El Clasico ve El Clasico hesab 6-4'dür. Raul Messi Batistuta ve Gerrard səhvlərini tutur. Şevçenko Girək kimi hat-trick edir. Yusuf'u darmadağın edirik. Klasikoda Barsanı Yusuf'u delme deşici etmek prosesi. Oy 8-4 darmadağın edilir. Yusuf topu çöle çıkardır artık. Ne edeceğini bilmirlər. Ayakları birbirine dolaşır bu dakika. Ve Raul. Şevçenko'nu görür. Şevçenko bir defa oraya. Olise. Van Dijk. Hüseyin. Messi. Pato. Messi. Steven Gerrard. Raul. Batistuta. Diyesen ne olur Batistuta. Hem müdaxilə edəsəm ne oldular bəli ya da. Batistuta vurmaq sən ayağım müdaxilə olundu. Ve Olise'den Batistuta gelmir. Oreli Messi de alınmır. Bu adam da alınmır. Ve Akanji. Oliver Kahn. Şevçenko şov elədi. Oyunu bitirdi Yusuf'a karşı. Yusuf'un hayalları suya düşürttü o. Oreli. Ne ettin Oreli sen?
Aureli səhvini düzəldir. Aureli Batistuta, Aureli'dən Shevchenko. Hardan gəlir, hardan? Bu video çox böyük like istəyirəm. Tuncayda da 9-4, Yusuf'a da 9'u. Bu artıq bir şah əsərdir. Və Messi, Aureli gələcək və Aureli gəldi, amma Messi. Shevchenko, məncə Van Dijk çatar əslində o topa, bəli, çatır da. Gerrard alınmır, Dirikuit. Amma Kanji və oyunun son nöqtəsinə qoymağına çox az qalıb. Nöqtə qoyulub. Yamal sürətlərlə şığıyır və bitir hakim, bitir artıq. Batistuta alınmır. Və qola yox. Alınmır. Yəni internetə bağlıdır bu. Çünki internetə gec vurdu. Aureli qoymur Yamal. Meydandan top çıxmaq qoymur Morisi. Dostlar, videoya like atıb abunə oldunuzsa, bu oyun artıq bitmək üzrədir bu oyunda və Messi də itirir. Olise, Pato, Shevchenko. Bu adamla gəlməyib. Nə etmək olar artıq 10. Yusuf'a da təşəkkür edirəm. Onun da kanalında video paylaşılacaq. Bu videonu elə. Bu videonu o da bu dəqiqə bu videonu çəkir. Bitti. Və. Süper kapatmaq istəyirəm amma. Sağ olun dostlar, görüşərik. Bu videoya böyük like istəyirəm. Sağ olun, görüşərik.